Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları üçün Avropa Oyunları Parkındakı açıq arenada məzun günü tədbiri təşkil olunub. Tədbirdə dövlət qurumlarının, müxtəlif nazirliklərin və özəl müəssisələrin rəhbər şəxsləri, millət vəkilləri və universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümumilli lider Heydər Əliyevin və vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, dosent Rüfət Əzizov açılış nitqi ilə çıxış edərək ali təhsilin inkişafında dövlət siyasətinin əhəmiyyətini vurğulayıb. O, məzunlara müraciətində qeyd edib ki, onlar universitetin adını həmişə uca tutmalı, qazandıqları bilik və bacarıqlarla ölkənin iqtisadi inkişafına öz töhfələrini verməlidirlər. Bu illəri universitetimizi 4500-ə yaxın məzun bitirməkdədir. Onlar müxtəlif fakültələrdəndir. Bildiyiniz kimi Azərbaycan Dövlət Neft Sənaye Universiteti əsasən mühəndislik, tətbiqi elmlər və informasiya texnologiyaları, eləcə də iqtisadiyyat idarə etmə sahəsində tədris və elmi fəaliyyətlə məşğul olmaqdadır. Yəni məzunlarımız da bu sahələrə aiddir. Qeyd etmək vacibdir ki, Azərbaycan Dövlət Neft Sənaye Universiteti statistik təhlillərə görə ölkədə məzunlarının məşğulluğuna görə 3-cü yerdədir. Dövlət universitetləri arasında isə hal-hazırda biz 1-ci yerdəyik. Eyni zamanda çox qürurla qeyd etmək istərdim ki, 2 həftə öncə açıqlanan Dünya Universitetləri reytinqlərində də Azərbaycan Dövlət Neft Sənaye Universiteti 312 pillə irəliləyərək ilk dəfə olaraq dünyada ilk 1000 universitet arasına daxil olmuşdur. Hal-hazırda biz 851-900 aralığında yerləşməkdəyik. Elm və Təhsil Nazirinin müavini İdris İsayev çıxışında məzunların sənaye və enerji sahəsində ölkənin gələcək hədəflərinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, universitetin fəxri məzunu Arzu Cavadova universitetdə keçirdiyi tələbəlik illərini xatırlayıb. O, universitetin yetişdirdiyi mühəndislərin ölkənin neft və sənaye sektorunda mühüm layihələrə imza attığını vurğulayıb. Daha sonra fakültələr üzrə fərqlənən məzunlara mükafatlar təqdim olunub. Onlar öz təəssüratlarını bizim media mikrofonu ilə bölüşüblər. Çox xoşbəxtəm 6 ilimi AZİ-də keçirdiyim üçün. Mənə çox şeylər qatdı, çox təcrübələr öyrətdi. İxtisasımı yiyələndim, çox yaxşı yiyələndim və bunun davamını artırmağı düşünürəm. Özüm də hal-hazırda ADOS-unun işçisiyəm. İnşallah yəni daha da yüksəklərə getməyi arzu eləyirəm. Bu təhsil həyatım eləcə də mənim karyerimə böyük təsir göstərəcək və uğurlu bir fərd kimi cəmiyyətə qatılmağımda böyük rol oynayacaq. 6 ildir bu müəssisədə təhsil alıram. Bugün məzun oluram, sevincliyəm. Yəni öz timsalımda bütün tələbə yoldaşlarımı təbrik edirəm. Hər kəsə uğurlar arzu edirəm. İnşallah hər kəsə də uğurlu bir karyera həyatı arzu edirəm. Bu günlər məzun oluram və burada öz həm yaşlarıma, bu il məzun olacaq bütün tələbələr uğurlar arzu edirəm. İnşallah gələcək həyatında, gələcək karyerasında uğurlar arzu edirəm. İstədiyi nailiyyətlərə hamısına çatalar inşallah. Energetika fakültəsində bitirdim və bu günləri bu xoşbəxt bir gündə bir yerə yığışmışıq və bu tədbirdə xüsusən bütün məzunların adından səhnədə çıxışım da olacaq və buna görə çox həyəcanlıyam əslində. Çünki belə bir məsuliyyət və məzunların hamısını təbrik eləmə belə bir səhnədə şans oldu və inşallah uğurlu olacaq. Energetika Fakültəsinin dekanı Aydın Əliyev də məzunları təbrik edərək gələcək həyatlarında uğurlar diləyib. Bizim Energetika Fakültəsini yüksək balla bitirmiş tələbələrimiz məzun olurlar və onların bugün məzun olması onlara dərs deyən müəllimlərin də sevincinə deməli gətirib çıxardır. Eyni zamanda bu tələbələr bu günləri Azərbaycan iqtisadiyyatında, Azərbaycan elektroenergetika sistemində ümid edirəm ki, öz layiqli yerlərini tutacaqlar. Tədbir rəsmi hissədən sonra bədii kompozisiyalarla davam edib. Azərbaycanın sənət adamları və universitetin tələbə və məzunları musiqi ifaları səsləndiriblər. Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim Media.